Sumqayıt şəhər Şəhidlər Xiyabanında 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş Leytenant Məhərrəmov Ülvi Tahiroğlunun eyni zamanda Əliyev Sərxan İslamoğlunun anım günü qeyd olundu. Tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərimizin məzarı ziyarət olundu, önünə gül dəstələri qoyuldu, dualar oxundu. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının muavini Allahverdi Haqverdiyev qeyd etdi ki, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyada öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu və tarixi ədaləti bərpa etdi. Digər çıxış edənlər vurğuladılar ki, bizim qələbəmiz tarixi qələbədir. Azərbaycan əskəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar Ali Baş Komandan Prezident İlham Əliyevin uzaq görən, məqsədyönlü siyasətinin nəticəsidir. Şəhid Ülvi Məhərrəmovun atası Tahir Məhərrəmov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.